Gəlin blok tipli bu misalların həllinə baxaq. Çox maraqlı misalları seçmişəm sizin üçün. 7-ci misalda yazır ki, a kvadratı bərabərdir a çıxılsın 1-ə və buradan a üstü 5 ifadəsinin qiyməti neçədir? Məncə yetəri qədər düşündürücü misallardan biridir. Burada mən belə bir iş görürəm. A kvadratı a minus 1-i keçirirəm a kvadratının yanına. Belə bir misal alınır uşaqlar. İndi diqqətlə baxsam görürəm ki, bu a kvadratı minus a üstəgəl 1, a kubu deməli üstəgəl b kubun yarısıdır, parasıdır. Yəni parası daha doğrusu 1-in. A kubu üstəgəl 1-in parasıdır. Bir hissəsi yoxdur. İndi bir hissəsini də özüm əlavə eləyə bilərəm. Bura a üstəgəl 1-i əlavə elədim. Bura əlavə elədimsə, deməli mən bu sıfıra da a bir üst 1-ə vurmalıyam. Çünki bərabərliyin sağını və solunu vurmalıyıq. İndi buradan a kubu üstəgəl 1-in sıfıra bərabər olduğunu görürəmmi? A kubunun da mənfi 1-ə bərabər olduğunu gördünmü? Gördüm. İndi nə edirəm? A üstü 5-i biraz sadələşdirəcəm. Çünki cavablara baxsam görürəm ki, bu a üstü 5-in a ilə ifadəsidir. Əslində variantlardan görmək olur. A üstü 5-i də a kubu vurulsun a kvadratı şəklində yazsam. A kubunun da yuxarıda qiymətini görürəmmi? Mənfi 1-dir. Olacaq mənfi a kvadratı. A üstü 5 buna bərabərdir. Amma mən hələ bitirmədim işimi. İndi mən mənfi a kvadratın qiymətini tapmalıyam. Görün necə gözəl verib. A kvadratın da qiyməti nədir? A minus 1. Deməli, mənfi a kvadratın qiyməti olacaq 1 minus a. 1 minus a. Bunun cavabı a-dır. Mən bu misalı çox sevdim. Yəqin ki, siz də seversiniz və fərqli yollardan yazanlar xahiş edirəm yoruma yazsınlar. 9-cu suala necə yanaşaq? 9-cu sualda fərqli tipli bir suallardandır. Deməli uşaqlar, burada nə edim mən? A üstəgəl 1-i 4-cü dərəcədən a üstəgəl 1-in kvadratı şəklində yazdım. Yaza bilərəmmi? Sonra gəldim burada. Burada 16-nı ortaq vuraq çıxaranda elə a üstəgəl 1 eləyir də. 4-cü dərəcədən də 16-dan 2 çıxırmı? Digərlərini öz yerində yazmışam. 4-cü dərəcədən a üstəgəl 1. Bu da bu şəkildə qalsın. Bəs 3-ü neyniyim? Baxışaqlar. Baxan kimi görürəm ki, bu artıq mötərizə kvadratına oxşuyur. Birincinin kvadratı çıxaq. İkinci ilə birincinin 2 misli. Artıq burada a üstəgəl 1 burada da olduğu üçün digər yerdə qalan 1 olacaq da. 1. Birimi yazdım. Bəs 3-ü neyniyim? Çıxaq 4 yazım. Hə? Üstəgəl 1 çıxaq 4 şəklində yazdım. İndi buradan görürəmmi ki, bura 4-cü dərəcədən a üstəgəl 1-in kvadratı minus 1-in mötərizə kvadratıdır. Görürəm, bəli. 4-də 2-nin kvadratı. Artıq bundan sonra